Salam dostlar. Bugün sizinlə evimizin kiçik, amma ən dinc guşəsindən danışacağıq. Bir çoxumuz akvarium hobbisinə məhz belə kiçik qablardan başlayırıq. Bəs bu balaca dünyanı necə sağlam və təmiz saxlamaq olar? Gəlin birlikdə öyrənək. Kiçik akvariumlarda ən böyük çətinlik suyun balansını qorumaqdır. Diqqət eləməli olduğumuz 3 əsas qayda var. Birincisi su dəyişimidir. Heç vaxt suyun hamısını eyni anda dəyişməyin. Həftədə bir dəfə suyun yalnız 20-30%-ni dəyişmək kifayətdir. Və yeni əlavə edəcəyimiz su mütləq ən azı 2 gün otaq temperaturunda dinləndirilmiş olmalıdır. Diqqət etməli olduğumuz ikinci əsas qayda oksigen məsələsidir. Dairəvi qabların üst hissəsi dar olduğuna görə suyun hava ilə təması az olur. Əgər imkan varsa, kiçik bir hava filtri quraşdırın və ya akvariumu ağzına qədər doldurmayın. Əlavə olaraq onu da qeyd edeyim ki, əgər şüşələrdə yosun yaranmamasını istəyirsinizsə, akvariumu birbaşa günəş şüası altında saxlamayın. Ən çox edilən səhv balıqlara həddindən artıq yem verməkdir. Balığın mədəsi təxminən onun gözü boyda olur. Gündə 1 və ya 2 dəfə onların 2 dəqiqə ərzində bitirə biləcəyi qədər yem verin. Artıq qalan yemlər suyun dibinə çökərsə, suyu zəhərləyə bilir. Mənim bu saxladığım balığın adı Bettadır. Betta balıqlarının ana vətəni Cənub-Şərqi Asiyada, xüsusilə də Taylandda, Vyetnamda, Kambodjada, bir də İndoneziyanın düyü tarlalarında rast gəlinir. Əsasən də durğun sularda və kiçik gölməçələrdə geniş yayılıblar. Bettalar tənha qəhrəmanlardır. Xüsusilə də erkək bettalar öz ərazilərinə qarşı çox həssasdırlar. Əgər bir akvariuma 2 erkək betta qoysaz, onlar mütləq amansızcasına döyüşəcəklər. Bu döyüşlər çox vaxt ölümlə nəticələnir. Hətta güzgüdə öz əksini görəndə belə qəlsəmələrini qabardaraq hücum vəziyyəti alırlar. Buna görə də dairəvi akvariumunuzda onun tək olması, bədbəxt olması yox, əksinə təhlükəsiz olması deməkdir. Artıq qalan yemləri isə bu qaydada kiçik şprislə çıxarmalıyıq ki, artıq yemlər suyu zəhərləməsinlər. Əlavə olaraq onu da qeyd edeyim ki, bettalar tropik balıqlardır. Suyun temperaturu təxminən 24-26 dərəcə arası olmalıdır. Kiçik bir akvarium həm məsuliyyət, həm də böyük bir hüzurdur. Əgər siz də yeni başlayırsınızsa, dairəvi akvariumunuzu bir neçə canlı bitki, məsələn anubias və ya mos ilə canlandıra bilərsiniz. Bitkilər həm suyu təmizləyir, həm də balığınız üçün təbii sığınacaq yaradır. Bettalar ət yeyən balıqlardır. Onlar üçün xüsusi hazırlanmış yüksək proteinli betta yemlərindən istifadə etmək yaxşıdır. Hərdən bir də onlara dondurulmuş qan qurdu kimi delikateslər verməklə onları sevindirə bilərsiniz. Bettalar sahiblərinə qarşı çox sadiqdirlər və onları digər insanlardan ayıra bilirlər. Siz akvariuma yaxınlaşanda onların həyəcanla üzməsi və barmağınızı şüşə üzərində təqib etməsi sadəcə yem gözləmək deyil, həm də sizinlə qurduğu xüsusi bir bağın göstəricisidir. Onlar sanki suyun altındakı kiçik dostunuz kimidirlər və sizin enerjinizi hiss edirlər.